mesajlar yazırlar. Deyir salam, akşamınız xeyir, İrandan ne xəbər? İrandan ne xəbər ha Ronaldim? İran getdi İsrail'e bombalar attı. İndi İsrail'de deyir ki, ay İran bak ay zaman gördünüz mü benim ahalime bu boyda bomba. İndi ki ay İran bak göz göre göre vurdum ben. Ben sen İran'ı vurmamıştım. Sen ölkene bir şey açık aşkar hücum eləməmişdin. İndi sen vurdun benim ölkemi, ahalimi de vurdun. İndi benim hakkım var ki seni vuram. İsrail deyir ki vuracağım. Vuracağım, indi sen hazırlaş, ben seni vuracağım. İndi Allah saxlasın. Görək, İsrail zalimlik eləsə, gedib atom stansiyaları vuracaq, bütün ahali qırılacaq. Hamımız zəhərlənəcək, İran əsrəsi, İran sərhəd. Yahudinin zalim damarına tutsa elə edəcək. İnsaf damarına düşsə, Kiyev məsələn, nə bilim, generalların öyünü vuracaq, ya Xomeynin rəhbərlikləri vuracaq, əhaliyə dəyməyəcək, bomba. İndi o baxır İsrailin hansı damarına tutacaq, demək o.